sevərik. Soğan, sarımsaq da var, qırmızı turp, ağ da var. Məsəl üçün şüyüd özü təmin eyləyir bizi, əla sağaldır bizi. Deyirdir bağırsağa, aqibətlərə yağa. Şüyüd yiyən bir insan deyilənməz heç zaman. Petruşka məsəl üçün qaynadıb onu düzgün, suyunu istərsən əgər, böyrəyi və heyrədər aparır şişkinliyi. Sevirəm düzgünliyi, axdır bu mələ özü, nə cür sağaldır bizi. Nə deyim axı mən yalan, özüm öskürən zaman eləyirəm istifadə. Effektiv və sadə, götürürsən qurbu al, əllə qəşəng bir bıçaq, turpu içini açırsan, bal ilə doldurursan. Bal da yoxdursa əgər, eybi yox şəkər gedər, saxlayırsan bir-iki gün, sərin yerdə və düzgün. Səhər hamıdan qabaq durub yerindən qocaq, bir şudurtun içirsən, sonra işvə gedirsən. Gedənə qədər əskürək, hər səhər içəsən gerək. Sağlam ola boğazın, təmiz ola səs avazın. Bir-iki günə çox güman, sağlam olar səndəcan. Bu söhbətin düzü, misal üçün soğan özü, gözümüzü sulandırır, iyi ürək bulandırır. Biz onu yediyimiz zaman, həmin dəqiqə, həmin an, beyin indi neyləyir, beyinə təsir eyləyir. Bağlı fikrələr var, bir neçəsini soğan açar, yaxşı işləyər beyin. Yadda şəndəki zeyin, artacaqdı səndə bir, ətri biraz xoş deyil. Qırmızı baş turpçu var, onsuz olmaz nahar, yeməklə əla gedir, özünü adama istədir. Var hələ dağ keçmişi, kimləsə yoxdur işi, ətri vurur uzaqdan, gedir adam əl ayaqdan. Tadı sərin nanəli, adamı eyləyir dəli, bağazı sərinləşdirir, fikrini cəmləşdirir. Sağlam olmaq istəsən, gərək göyərti yiyəsən. Qışın olan çağında, besindir qırağında, göyüb tabı bişirirsən. Bişirə yiyirsən, isti ləzzətli, dadlı və keyfiyyətli, qatırdakı bir kasa. Qatır əgər olmasa, yoxdur qatır ağlama, ya sinətən ya xama, sən yeridir eybi yox. Çalış ki yeməyəsən çox, sonra ziyan etməsin, o yan ziyan etməsin. Göyərcinin xeyri var, bunu dedi sizə muhtar. Neçəsini çəkdim adım, söylədim ləzzət dadım, mənim deməyim budur. Göy kimə ziyan vurur, xeyri varsa bir şeyin, siz də ürəklə yiyin. Aləmi çox qatmayın, başınızı ağratmayın. Eşitdin insan əgər, çalış ömrə ver dəyər.